2015-ci ildə bağlanan obyektə görə 11 il sonra 2026-cı ildə obyekt sahibinə cərimə gəldi. Özü də nə az nə çox 1000 manat. 11 il bundan qabaq 250 manat maaş vermişəm. Nə market var, nə də işçi. Cəriməni qeyri-qanuni yazır. İşləməyə mənim nə şikayətim olacaq? Onlar indi özlərini təmizə çıxartmaqdan ötürü bu sözü deməlidirlər. Sumqayıt Şəhər Koroğlu prospekti 746 ünvanında hazırda aptek fəaliyyət göstərir, amma 2015-ci ilə qədər 11 il əvvələ qədər burada market olub. Amma illər sonra həmin o marketin sahibinə cərimə gəlib 1000 manat. Ona görə ki, işçilərə az maaş verir. Amma halbuki hazırda burada nə market var, nə də işçi. Fevral ayının 12-si 2026-cı ildə mənə 1000 manat cərimə tətbiq olunub. Dövlət Əmək Müfəttişliyi Xidmət tərəfindən Sumqayıt Xırdalan regional mərkəzinə müraciət elədim. Müəyyən olundu ki, baş idarədən yazılıbdır. Mən bundan ötürü orada müraciət elədim. Onlar da mənə bildirdilər ki, İnzibati Xətalar Məcəlləsi mən güya pozmuşam, işçilərə maaşı az vermişəm. Dedim ki, qardaş, siz bunu baxış keçirtmədən, yerində yoxlamadan siz bunu nə cür yaza bilərsiniz? Cəriməni qeyri-qanuni yazırsınız. Ona görə ki, 11 ildə obyektimiz bağlıdır. Hal-hazırda gördüyünüz kimi obyekt digər fəaliyyətdədir. Yəni biz o vaxt market işləmişik. Bu insanlar bizə qeyri-qanuni cərimə yazılır. İşçilər də Qurbanov Qabil, Qurbanov Habil mənim qardaşlarım olub. Bağlayandan sonra da vergilər xidmətinə aylıq, illik, kvartal hesabatlarını da vermişəm. Sadəcə onlar baxıblar ki, mən o vaxtı 11 il bundan qabaq 250 manat maaş vermişəm. Bugünkü gün minimum əmək haqqı 450 manat. Bunlar ona əsaslanıb yazıblar. Amma yerə baxış keçirtmədən. Bu obyektdə işləmişəm vaxtında. 2015-ci ildən də bu obyektə bağlanıbdır. Burada satıcı kimi işləmişəm. Qeyd olunur ki, əmək haqqı sizə az verilir. Mən burada işləmirəmsə mənə əmək haqqı veriləcək. Bura 2015-ci ildən bağlıdır. Bir işçi olaraq şikayətiniz yoxdur da sizin? Yox, heç bir şikayətim yoxdur. İşləməyə mənim nə şikayətim olacaq? Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirildi ki, əmək və məşğulluq alt sisteminə baxış zamanı işçilərlə aktiv əmək müqavilələrinin mövcud olduğu müəyyən edilib. Eyni zamanda işçilərə minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı ödənilməsi faktı aşkar olunduğu üçün Asif Qurbanov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq inzibati cərimə tətbiq edilməsi barədə qərar qəbul edilib. Həmin qərardan sahibkar şikayət verib. Sahibkar tərəfindən qərardan verilən şikayətə İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun qaydada baxılacaq və müvafiq qərar qəbul ediləcək. Onlar indi özlərini təmizə çıxartmaqdan ötürü bu sözü deməlidirlər. Bu mümkün deyil. Bugünkü gün Yəni müqavilə aktiv deyil də. xeyr, heç bir aktivliyi də yoxdur. Hətta mən bütün sənədli sübutu da onlara təqdim eləmişəm.